Salam əziz riyaziyyat sevərlər, maraqlı bir həndəsə sualına baxaq. Bucaq sualıdır. Deməli, bizdən x bucağının dərəcə ölçüsünü istəyir, verilmiş bucaqlara əsasən. Bu tipli suallarda nə etmək lazımdır? Yəni, belə parametrik bir sualdır. Dərəcələr parametrik olaraq verilib. Onu tapmalıyıq. Necə edəcəyik? Baxın, burada A7 bir düz xətt üzərindədir. Məsələn, şərtində. Və AD hündürlüyüdür. Gəlin əvvəlcə məlum olmayan bucaqlar tapalım. Məsələn, baxın. Bucaq ABD nəyə bərabər olur? 90 minus 3x-ə. Daha sonra bucaq ACD nəyə bərabər olur? 90 minus 5x-ə. Və bucaq ACY-yə nə qalır? 90 minus 6x qalır da. Bu bizə lazım olacaq. Daha sonra nə edirik? Baxın, A nöqtəsinin BD parçasına nəzərən simmetriyasını alıram. Yəni, AD-ni uzadıram. Və A ştrixlə işarə edirəm. Bu simmetriyası. Simmetriyası nə deməkdir? AD bərabərdir DA ştrix. Daha sonra B ilə A ştrix birləşdirəm. Onda nə oldu? Hündürlük həm də median oldu da. Üçbucaq, deməli, üçbucaq B, A ştrixə baxsaq, bərabər yanlıdır da. Hündürlük həm də mediandır. Onda bura 3x-dirsə, yəni bucaq B, AD bərabərdir bucaq B, A ştrix D-yə. O da bərabərdir 3x-ə. Deməli, burada 3x oldu. İndi baxın, biz bucaq, deməli, bucaq nəyə demişdik? A, B, C-yə nə dedi? 90 minus 3x. Onda bucaq A ştrix B, C də 90 minus 3x olacaq. Onda deyə bilərəm ki, bucaq A ştrix B, Y bərabərdir 90 minus 3x plus 2x bərabərdir 90 minus x. Daha sonra nə edirəm? Baxın, əgər mən deməli B, A ştrixi uzatsam, uzadıram. Uzatdım. İndi baxın, bura 90 minus x deyilmi tamamı? Burada x-dir. Onda mən BYS üçbucağının xaricinə çevrə çəksəm, baxın, qıraqda qeyd edeyim. Deməli, bura x-dir. Xaricinə çevrə çəksəm, nə olur? Mərkəzi bucaq 2x olur da. Oturacaqdakı bucaqlar nə olur? 90 minus x. Burada 90 minus x-dir. Bu deməkdir ki, onda mən BYS-nin xaricinə çevrə çəksəm, elə B, A ştrix üzərində yerləşəcək də mərkəz. Onda nə olur? Deyək ki, bura O nöqtəsi olsun. Mərkəz nöqtədir. Onda nə olur? OC bərabərdir OY, o da bərabərdir OB-yə. Gəlin birləşdirək. Deməli, bizdə nə oldu? Bucaq B, O, Y bərabərdir 2x-ə. Şəklin üzərində qeyd edirək. Bura 2x-dir. Daha sonra nə olur?
Baxın, bu 2x deyil. Əgər mən B nöqtəsini 7-yə görə simmetriyasını alsam, yəni bir M nöqtəsi qeyd edirəm, hansı ki, deməli nə olur? M nöqtəsi daxildir nəyə? BC-yə, hansı ki, BD bərabərdir MD-yə. Onda bərabər yanılır da, bura 2x-dir. Onda xarici bucağa görə də nə olur? Xarici bucağa görə bucaq M, Y, C də bərabərdir x-ə. O da bərabərdir əlbəttə ki, M, C, Y bucağına. Onda burada x oldu. Daha sonra nə edirəm? Deməli, baxın, bizdə o mərkəz deyil. Onda nə deyə bilərəm? Bucaq, deməli, bucaq COY nəyə bərabərdir? 4x-ə bərabərdir. 2x-in gördüyü mərkəzi bucaq 4x olacaq. Və YM də MC-yə bərabərdir. Baxın, YM MC-yə bərabərdir. Bir də BY-yə də bərabərdir. Onda mən O-dan M-ə xətt çəksəm, bunları yəni birləşdirsəm, nə olur? M nöqtəsi simmetriya oxudu da. Yəni OM simmetriya oxudur. Yəni belə də deyə bilərsiniz də, yəni baxın, bura 4x deyil, tamamı 4x deyil. Onda oturacaqdakı bucaqlar nə olur? 90 minus 2x. Bura nə qalır bizdə? Deməli, bura x də. Onda bu bucaqlar da bərabər olacaq da. Bu bucaqlar da bərabər olacaq. Onda deyə bilər ki, bax, bu bucaq da bərabərdir də. Çünki nə demişdik? Bizim bunlar radiusdur. Bax, bunlar radiusdur. Deməli, onda bax, TBT əlamətinə görə bu üç bucaqları bərabər götürə bilərik. Bərabər götürürsə, onda bura 2x olacaq. Bura da 2x olur da. Bunu tapdıq. Deməli, daha sonra nə edirik? Əgər mən nə etsəm? A' ilə M-i birləşdirsəm, bax, BD DM-ə bərabərdir. Bərabər götürmüşük. Həm də hündür idi. Onda nə olur? Deyə bilərik ki, D A' M bərabərdir 3x-ə. Burada 3x oldu. Deməli, 3x-dir burada. Mən bayaq nə etmişdim? A-nı simmetriyasını almışdım da A'. Onda A' ilə C-ni birləşdirsəm, deməli, nə idi? Bucaq C, A' D nə olur? 5x olur da. Onda CAD' 5x olursa, bizdə nə olur? Bucaq C, A' M-ə nə qədər qalır? 2x qalır da. Deməli, deyə bilərik ki, bu bucaq nədir? 2x-dir. İndi baxırıq biz nəyə? Baxın, o, deməli, O, C, M, A' nöqtələrinə. Bu nöqtələr bir çevre üzərində yerləşir də. Niyə? Baxın, bu 2x gördüyü tərəf nədir? MC. Buradakı 2x-in gördüyü tərəf nədir? Bu da MC-dir. Onda deyə bilərik ki, bu dördbucaqlının xaricini çevrə çəkmək olur. Onda buradan nə alınır bizdə?
alınır ki, bucaq B, yəni bucaq M, C, A' bərabərdir nəyə? Bucaq A', O, M-ə. Bu bizdə nədir? 4x-dir. Deməli, buranın da 4x-ni işarə edirik. Bura tamamı 4x-dir. Biz həm də nə demişdik? A-nı A'-lə, yəni simmetriyasını almışıq. Simmetriyasını almışıqsa, nə olacaq? Bu bucaq yoxdurmu? Tamamı olan bucaq. Bu bucaq. Bu bucaq, elə bax, bu bucağa bərabər olacaq. Bunlar bir-birinə bərabərdir. Onda buradan çıxır ki, bura nədir? 90 minus 5x-də. 90 minus 5x bərabərdir nəyə? 4x. Buradan da çıxır ki, 9x bərabərdir 90-a, x bərabərdir 10-a. Yəni bizdə x-in dərəcə ölçüsü 10 dərəcədir.